Deməli, gəlirəm Next birlik adına daxil oldum əvvəlcə. Next birlik yükləmişəm və oradan deməli X-i vururam. Gəlirəm bura Main bölməsinə. Azərbaycan dilində tərcüməsi mənimki. Və bugün üçün mənə 2 dollar 8256 sent yazılıb və 106 dollar 6712 dollar balansda. Əvvəlcə xalları bura köçürdəcəm. Xalların üzərinə vururam. Gəlirəm bura köçürülmüş balans sözünə. Və bura əlavə edəcəm. Həmin bu 2-ni 2 yazacağım və təsdiq edini vururam. Reklam gəlir, reklamı izləyirik. X gələndə X-i vururuq və buradan bir tık çıxırıq. Bir daha çıxırıq. Həmin 2 dollar bura köçürüldü və həmin pullarla biz alış-verişlər edirik və onun üçün bura Next sınava gəlirik. X-i vururuq. İlk öncə yeni kullanıcıdan alırıq, çünki orada kuponlar olur. Kuponları düzgün istifadə edəndə deməli 1 aya 85 manat yox, bəzən 90 manat belə yazıla bilir. Gəlirəm deməli. Bütün məhsullar, burada bütün məhsullar hamısı 23 dollardır. Və mən buradan bildim ki 108 dollarım var. Misal üçün buradan bir 3 dənəsini alsam, pulu bölürəm. Buradan bir 3 dənəsini alsam hardasa 89 dollar eləyəcək. Və vururam. Aha. Kupon sözünə vururam. Mənə 2 dənə 100-lük kuponlar verir. Birinə vururam, sonra təsdiq edirəm. İndi ödəyin, ödəniş və yuxarıda tamamla gəlir. Onu vururam. Aha. Artıq burada görsünüz, bunu aldım deməkdir. Amma bu mənə gəlmir bu məhsullar. Bu məhsulun pulu bu məhsula xərclədiyimə görə günə mənə 1 dollar, 2 dollar pullar yığılaraq ay sonu artıq 85-90 manat yazıla bilir. Sonra tutaq ki başqa bunu vurmaq istəyirəm. Alış-veriş edirəm. Yenə baxıram, kupon var. Kuponu götürürəm. Bayaq 2 kupon idi. Birini götürdüm, biri qalmışdı. İndi ödə. Aha, yuxarıda yenə tamamla. Pulu bərbaşdan böldüm ki 3 dənəsini alsam 89 dollarım buradan gedəcək. Əsas odur ki, verilən kuponları götürə bilək. Əgər bu tapşırıqları bir gün yaddan çıxdısa etmək, həmin gün sənə yazılan o 1-2 dolları itirmiş olursan. Ona görə də diqqətli olub hər gün etmək lazımdır. Özü də yəni saat, axşam saatlarında. Üçünü aldım. Baxın, buradan bilirəm. Görürsünüz, burada alınmayan məhsullara qrupa qoşul yazılır. Amma alınan məhsullara, detallara baxın yazılır. İndi nə edirəm? Gedirəm mən bura, təzədən baxıram, görüm nə qədər pulum qaldı. Baxın, 39. 39 dollardan 23 dollar mən yenə götürə bilərəm. 23 dollar. Ona görə elə yenə yeni kullanıcıdan almaq istəyirəm mən. Orada mənim qalır 16 dollarım falan. Aha. Baxaq. Aha, 16 dollar, bəli. İndi gedirəm, yenidən Next sınava. Populyar ürünlər var. Oradan götürürəm. Oradakı məhsullar hamısı 5 dollardır. Baxın, hamısı 5 dollar. Fikirləşirəm ki, bahalı məhsullar oradadır, amma 5 dollarlıq məhsullar buradadır. Buradan da bir 3 dənəsini, 16 dollardan bir 3 dənəsini götürə biləcəm. Yəni pulu düzgün böləndə düzgün də xərcləmək olur. İki. Birini də götürüm. Bu da olsun 3. Aha. Artıq mənim orada 1 dollar neçə sentim qalır. Başqa bir şey vursam artıq yazacaq ki, pulunuz ödəmir. Məsələn, sınayaq, baxaq. Gördünüz, balans kifayət etmir. Ona görə çıxıram, geri qaydıram bir tık. Baxıram, 1 dollar 6712 sent. Bu tapşırıq hər gün belə edilir və sabah yenə həmin pullar yazılır. Ay sonunda 85 və yaxud da yazılan nədirsə 90 manata qədər də ola bilir. Hər ay bu maaşı çıxardırsan.